etdim kömək barədə. Yazır ki, elə bir şeydir ki, vəziyyətdən çıxa bilək. Əzizim, bax, mən indi ova balığa gitmək istəyirəm. Proqnoz pagodaya baxmışam. Günortaya yağış deyib az miqdarda. Nəzərə al. Bu kafanda, başında yerləşən subyekt o vəziyyətdən çıxa bilməsə, hətta Nostradamus da gəlsə, 124 min peyğəmbər də gəlsə, səni o vəziyyətdən çıxarda bilməyəcək. Sən özün bir nöqtə tapıb, ora söykənib özü çəkməlisən yuxarı. Biz ancaq sənə yol göstərə bilərik. İndi deyirəm, mən məsələn, ova balığa gitmək istəyirəm. Faktorları nəzərə al. 1. Baxmışam ki, bugün yağış olacaq. Yağış olacaqsa orada bata bilərəm. 2. Keçən həftə getmişdim. Elə güclü balıq yox idi, quş yox idi, filan yox idi. Yəni, buna deyirlər analiz. Yazmağa, analiz eləməyə qorxma. Bütün 3-4 variant varsa, hər birinə aid olan şeyləri, həm mənfi cəhətlərin, həm müsbət cəhətlərin yazginan hər birinin analiz elə. Və bütün bu analizin boş yerə yox ki, çörəyi 35 qəpikdən satsam, neçə olar 40 qəpikdən satsam. Yox. Analiz eləyib, son nöqtəyə, hədəfə çatcıran ki, sıxıntı yaradan şey nədir səndə? Yoxsa boş-boşuna analiz elə, televizora bax, kitab oxu, şotkaya götürəlvə, şartçır, yox. Özün əqilli düşünərəkdən, dərindən, özün aldatma xətrinə deyil, özün özünü başa düşməyə çalış ki, bu problemi səndə nə yaradır? Get dirən o təməl daşına İsa Peyğəmbər demişkən, gör onun təməlində nə durur? Yox, yenə də rahatçılıq, çıxılmazlıq, rahatçılıq tapmasan, çıxılmaz vəziyyətdə qalsan, sakitliyə get, sakitlikdə qal, kainatla əlaqədə ol, Allah evinə, məscidə get, yatanda bu şey haqqında düşün, qoy şuuraltı olaraq yuxuda cavab gəlsin buna. Çıxılmaz vəziyyətdə qalma, çarəsiz vəziyyətdə qalma, ondan bundan dilənmə. Biz yalnız sənə yol göstərə bilərik. Özün yaz, analiz elə və ola bilsin ki, yazıb analiz eləyib həmən o təməl daşına dirənəndən sonra da yenə rahatlıq tapmayasan, əlac tapmayasan. Onda mən dediyim kimi, sakitliyə çəkil, Allah evinə get, yatmamışdan öncə bu şey haqqında düşüncələn ki, mən bu problemi necə həll edə bilərəm? Bu qədər. Əsas odur ki, təslim olma.